hər vaxtınız xeyirli olsun, əziz tərbiyəçi müəllimlər. Mən Edukompaniya Təhsil Şirkətinin məktəbə qədər təhsil üzrə təlimçisi Zəhra Zamanova. Bugün sizlərə, yəni may ayının 4-ü 2005-ci ildə miqro sertifikasiya hazırlaşan müəllimlər üçün sınaqların izahlarını qısa bir məlumat vermək istəyirəm. İlkin öncə birinci sualdan başlayırıq. Birinci sualımız mövzu olaraq tələbat mövzusuna aiddir və burada uyğunlaşdırmaq aparmalıyıq biz. Deyir, uşaq oyuncağın problemlərini həll edərək öyrənmə məqsədinə çatır və bu motivasiyanın yaradılması sxemə görə qurulur. Oyuncağın yardıma ehtiyacı olduğu, ona yalnız uşaqların kömək edə biləcəyini söyləmək lazımdır. Yəni, uşaqlardan oyuncağa kömək etməyə razı olub olmadığı soruşulur. Deməli, müəllimələr, ümumiyyətcə yadda saxlamaq lazımdır ki, əgər biz uşaqlara oyuncağa kömək etməyi ilkin öncə başa salırıqsa, problemlərini həll etmə məqsədinə çatmaq istəyirlərsə, deməli, biz burada cavabı götürəcək, oyuncağa kömək et. Deməli, bir B variantı. İkincidə qeyd olunur ki, bu uşağın özünü bilikli, bacarıqlı hiss etmək istəyinə əsaslanır. Motivasiyanın yaradılma sxeminə uyğun olaraq həyata keçirilir. Yəni, uşaqlara müəyyən bir fəaliyyət göstərmək istədiyinizi söyləyir və öyrətmələrini xahiş edirsiniz. Yəni, nəydən razı olub olmadığı soruşulur. Deməli, müəllimələr, burada D variantı mənə öyrət. Yəni, uşaq burada sizə öyrədir. Artıq təfəkkür inkişaf etdiyinə görə, idraki proses inkişaf etdiyinə görə artıq özü sizə nəyisə başa salır. Deməli, 2-də D variantı. Üçüncüsü müəllimələr. Deyir, burada uşaqlar üçün əsas məqsəd böyüklərlə ünsiyyət qurmaqdır. Təsdiq almaq imkanıdır. Əgər biz bu cümlələri görürüksə, ünsiyyətin qurulmasıdır, təsdiq alma imkanı görürüksə, biz burada avtomatik götürəcəyik, mənə kömək et. Deməli, müəllimələr, 3A variantı. Dördüncü isə müəllimələr, deyir, bu motivasiya uşaqların öz ifadələri sevdikləri insanlar üçün əşya. Artıq uşaq sərbəstdir. Tam rahat şəkildə, sərbəst şəkildə öz işini yaradır, motivasiyamızı vermişik. Deməli, burada artıq uşaq öz əlləri ilə əşyaları yaradır. Deməli, 1B, 2D, 3A və 4C. Doğru cavab birinci sualda C variantı. İkinci sual. İkinci sualımız təzadə səmtləşmə mövzusuna aiddir. Deyir, məkanda səmtləşən obyektin insana nəzərən yerləşinin təyin edilməsi. Qapı məndən solda, divar isə sağdadır. Uyğun cavabı müəyyən edin. Burada artıq özündən səmtləşmə qeyd olunur. Öz üzərində səmtləşdirir. Deməli, doğru cavab A variantı. Üçüncü sualımız isə müəllimələr, peşə etikasına aid olan bir mövzudur. Deyir, müəllim muzeylərə getdikdə şagirdlərin yanında muzeylərin lazımsız olduğunu, belə şeylərə ehtiyac olmadığını vurğulayır və bu situasiyada müəllimlərin etik davranış qaydalarında hansı prinsip pozulmuşdur? Əgər bir tərbiyəçi müəllim hər hansı bir məkanı lazımsız sayırsa, yaxud xələl gətirə biləcək hərəkətlərə yol verirsə, burada ən doğru cavab əlbəttə ki, loyallıqdır. Doğru cavab D variantı. Dördüncü sualımız isə təsviri incəsənət metodikasına aid olan bir sualdır. Dördüncü sualda qeyd olunur ki, quraşdırma bacarığının mürəkkəbləşməsi, fərqləndirməsi və adlandırması, göstəriş olmadan maşın yolu, qüllə, evci, bilik bacarıqları yələnmək, işi axıra çatdırmaq bacarığının formalaşması və qatlanmış kağız oriqamidən istifadə. Yadda saxlayın müəllimələr, əgər cümlədə oriqamidən istifadə görürsünüzsə, yaxud maşın yolu, qüllə, evci görürsünüzsə, avtomatik götürün orta qrup, yəni 3-4 yaşın quraşdırması. Deməli, doğru cavabımız D variantı orta qrup. Beşinci sualımız Friedrich Froebel nəzəriyyəsinə aid olan bir testdir. Burada uyğunlaşdırmadır. Deyir ki, uşaq uzun enli hündür sözünün mahiyyətini dərk edir. Sahə, məkan, həcm təsəvvürlərinə yelənə bilir. Yəni, düz bucaqlı, dörd bucaqlı, bərabərlik sözlərinin mahiyyətini anlaya bilir. Bu mövzu 8 hissəyə bölünmüş kərpicə, yəni 8 hissəyə bölünmüş kərpic hədiyyəsinə aiddir. Deməli, bir F variantıdır. İkinci, deyir 21-i bütöv, 3-ü 4-ü kiçik, 3-ü kəsik. Bu kubiklərin köməkliyi ilə uşaq 300-ə qədər fiqur düzəldə bilər. Deməli, 27 hissəyə bölünmüş kubikdir. 2Y variantı.
Üçüncü, qeyd olunur ki, uşaq artıq əşyanın daxili qoluşunu, hissələrə ayrılmasını, hissələrin tamdan əmələ gəlməsi kimi yeni məlumat yiyələnir. Deməli, artıq uşaq əşyanın həm daxili ilə maraqlanırsa, 8 hissəyə bölünmüş kubikdir. 3-də D variantıdır. Dördüncüsü isə müəllimələr, deyir, o bu hədiyyəni artıq 6 aydan sonra verməyi tələb edir. Yəni, artıq uşaq ziddiyyət. Cümlədə ziddiyyət sözü görürsünüzsə, Friedrich Frebrin ikinci hədiyyəsi ağac altlığına bərkidilmiş kürə kub silindir forma. 4 A variantı. 5. Baş barmağın ovucunun içərisinə artıq uşaq, biz onu çağırdıqda anasının tərəfinə baxır. Deməli, B variantı rəngli top, birinci hədiyyədir. 5B variantı. 6-da isə artıq deyir, bağçada tikinti materialı kimi istifadə olunur. Həm özünə xidmət, həm məişət təsərrüfat əməyi formalaşır. Bu da isə müəllimələr 6-da 27 hissəyə bölünmüş kərpicdir. Deməli, doğru cavabımız A variantı, 1F, 2Y, 3D, 4A, 5B, 6C. 7-ci sualımız, deməli, 7-ci sualımız müəllimələr aiddir nitq inkişaf metodikasına. Üzrlü sayın 6-cı sualımız. 6-cı sualımız nitq inkişaf metodikasına aiddir. Deməli, deyir ki, uşaqların rabitəli nitqinin inkişafı onların fəaliyyət göstərdiyi mühitdən asılı olduğunu qeyd etmişdir. Deməli, bu kimə aiddir müəllimələr? Bu aiddir Kərimova. 1C variantı. 2. Uşağı məktəbə hazırlamaq işində təbiət, yaşayış haqqında suallar vermək lazımdır. Deməli, burada doğru cavab Muradxanovdur. 2B variantı. Nitqdə deyir, məntiqi nə varsa təbiət üzərində müşahidələrdən iri gəlir. Bunu da qeyd etmişdir Uşinski. Deməli, 1C, 2B, 3A, C variantı. 7-ci sualımız, deməli, aiddir planlaşdırma mövzusuna. Deyir, qazanılmış bilik bacarığı yaradıcı şəkildə tətbiq olunması, əldə etdiyi bilik bacarığı möhkəmləndirilməsi, praktik əhəmiyyət daşıyır və praktik tapşırıqlar verilir. Deməli, müəllimələr, burada doğru cavab tətbiq etmədir. Y variantıdır. Niyə məhz Y variantıdır? Artıq yaradıcı şəkildə tətbiq edə bilir. Artıq özü sərbəst şəkildə öz işini görə bilir. Doğru cavab Y variantı. 8. 8-də deyir ki, nitqi eşidib başa düşür. Danışığını davam etdirir. Cavab verir suallara, müsahibini sual vermək kimi komponentləri əhatə edir. Müxtəlif mövzuda maraqlı dialoqlar. Deməli, burada uşaq üzbəüz şəkildə, tetatet şəkildə ünsiyyət qurur. Bu da məhz aiddir nəyə? Dialoji nitqə. 8A variantı. 9. Deyib, burada məişətdə uşaqları əhatə edən hər bir şey toplanır. Süpürgə, zibil yığan, düymə, ilgək, qab-qacaq. Şagirdlər kuklaları geyindirməyi, soyundurmağı, qab-qacağı yumağı, paltar ütləməyi, tərəvəzi təməzləməyi öyrənirlər. Montessori metoduna əsaslanaraq hansı zonadır? Deməli, müəllimələr, bu mövzu B variantı praktik fəaliyyət zonası. Uşaq praktik şəkildə artıq əşyalarla tanışdır. Əşyaların nəyə necə istifadə edilməsini bilir. 9-da B variantı. 10. 10-cu sualımız məntiqi riyazi təfəkkür metodikasında zaman anlayışı təqvim anlayışına bağlı olan bir testdir. Deyir, qoparma təqvimini uşaqlarda günlər ötür, hadisələr yaxınlaşır, bu ay keçdi, yenisi gəldi haqqında əyani təsəvvürlə formalaşdırmasını qeyd edirdi. Gözləmək uşağa zamanın, deməli müəllimələr, bir onu yadda saxlayın ki, siz cümlədə qoparma təqvimi sözü görəcəksinizsə, bunu avtomatik düşünmədən pedaqoq Blecherin fikri kimi götürürsünüz. Deməli, onda C variantı. 11-ci sualımız bizim standart mövzusuna aid olan bir sualdır. 11-ci sualda qeyd olunur ki, məktəbə qədər yaşlı uşağın intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bacarıq vərdişin mənimsənilmə prosesi və nəticəsi. Nəticə varsa, düşünmədən təhsil götürürük biz. Yəni, sonuc olaraq bir nəticəmiz var ki, biz bu təhsilimizi almışıq. Doğru cavabımız C variantı. 12. 12-də deyir ki, idrakin inkişafı standart mövzusuna aid olan bir testdir. Deyir, idrakin inkişafı hansı əsas standartlardan ibarətdir? Biri yanlışdır. Deməli, müəllimələr, əşya hadisələr haqqında ilkin təsəvvürə malik olduğu nümayiş etdirir, doğru. Nitqi dinləyib, anlayıb, rabitəli danışma, nitqətini istifadə etmək, bu da doğru. Sadə riyazi əməliyyatları yerinə yetirir, bu da doğru. D. Həndəsi fiqurları fərqləndirir. Deməli, cavab D variantıdır. Həndəsi fiqurları fərqləndirməyə aid olan bir standart yoxdur. Sadə riyazi əməliyyatları yerinə yetirmənin daxilindədir. Deməli, doğru cavab D variantı. 13. Deyir, uşaqların motivasiya olunmasında aşağıdakı prinsiplərə riayət olunması tövsiyə olunur. Biri yanlışdır.
Deyir ki, C-dəki reallığa uyğun olmaya bilər. Axı biz deyirik ki, bugünkü təhsildə biz hər hansı bir vəsaitlə uşağı təmin ediriksə, bu reallığa uyğun olmalıdır ki, uşaq tam şəkildə tətbiqi bilir, hafizə üzərində uzun müddətdə saxlasın. Deməli, 13-də doğru cavabımız C variantı. 14-cü sual. Deyir, fasilitator müəllimin özündə formalaşdıracağı bacarıqlar sırasında biri həqiqəti əks etdirmir. Deməli, deyir ki, məşğələ zamanı tərbiyəçi eşitmək istədiyi cavabı almaq üçün hər bir uşağı dinləməyi bacarmalıdır. Bu tərbiyəçinin dinləmək bacarığıdır. Bu fasilitator müəllimin formalaşdıracağı bir bacarığını həqiqəti əks etdirmir. Ona görə də doğru cavabımız B variantı. 15. Deyir, qələbə kiçik və böyük ola bilməz, nəzərə çarpan çarpmayan ola bilər. Buna görə uşağın nailiyyətini diqqətdən buraxmamaq, qeyd etmək çox vacibdir. Deməli, bu aiddir uşaq yönümlü təhsilə C variantı. 15-ci sual C variantı. 16. Siyrilmə cızıqlar zamanı nə etmək lazımdır? Doğru deyil. Deməli, bu mövzu ilkin tibbi yardıma aiddir. Deməli, zədələnmiş diz sahə 4 dəfə qatlanmış steril bir sarğı materialı, bind, cunan, steril salfet, bakterozit, plaster ilə örtün. Sarğı, bakterozit, plaster 24 saatdan sonra dəyişilməli ya da yaralanan yer açıq qalmalıdır. Açıq qalmaq olmaz, ona görə də bu yanlışdır. Doğru cavab C variantı. 17. Qrup müzakirələrində bəzi valideynlər tərbiyəçi müəllimə yanaşaraq təklikdə övladlar haqqında müzakirə təşkil edirlər. Bunun səbəbi nədir? Bunun səbəbi əlbəttə ki, gizlilik qorunması üçün, ünsiyyətin rahat olması üçün. Doğru cavab Y variantı. 18. Emosional tələbata aiddir. Emosional tələbat elə A variantı deyir ki, 5-6 yaş ərəfəsində empatiya adlanılan sahədə hissin inkişaf özünün refleksiv qabiliyyətin güclənməsi yox, zəiflənməsi ilə diqqəti cəlb edir. Tələbat mövzusuna aid olan bir mövzumuzdur. 18-də A variantı. 19-cu sual müəllimələr. 19-da qeyd olunur ki, ilk valideynlər iclasında Nilüfər xanım tərbiyəçi müəllimdən övladı haqqında yalnız mənfi rəylər almışdır. Bu andan etibarən Nilüfər xanımda bununla bağlı negativ hisslər formalaşmış, nəticədə o tez-tez valideyn iclasında yayınmağa başlamışdır. Və bununla bağlı tərbiyəçi müəllim əvvəlcədən nəyə diqqət edəcəyini bilirdi. Deməli, 19-cu sualımızda C'dir. İlk iclasda uşağın pozitiv tərəfini vurğulaya bilərdi. Ən doğru cavab C variantıdır. 20-ci sual. Böyük qrup 4-5 yaş üzrə inkişaf sahələrinə aid təlim nəticəsinə aiddir. Standart mövzusuna aid olan bir testdir. Bilirik ki, 4-5 yaşında artıq uşaqda idrak inkişaf etdiyinə görə, deməli, burada uşaq özü ailəsi haqqında məlumat verir. Doğru cavabımız D variantı. 21-ci sual. Standartlarla bağlı verilmiş məsələlərdən yanlış hansılar verilmişdir? Deməli, burada 4-cü bəndə baxırıq. Deyir ki, əsas standart, alt standartın müəyyənləşməsinə, reallaşmasına kömək olur. Əlbəttə ki, bu yanlışdır. 4 yanlış. 5. Standartın fəaliyyət hissəsində uşaqlar müxtəlif biliklər əldə edirlər. Bu da yanlış. 4, 5. 6. Əgər bir inkişaf sahəsinin digər inkişaf sahəsinin standartlarını müəllim inteqrasiya edirsə, bu şagird, bu da yanlışdır. Və 8. İdraki inkişaf sahəsi üzrə standartlı uşaqlara daha çox riyazi biliklər öyrədilir. Bu da yanlışdır. 4, 5, 6 və 8. Doğru cavab A variantı. 22. Valideynlərin uşaq bağçası ilə qarşılıqlı əlaqəsində problemlərdən biri yanlış göstərilmişdir. Deməli, qeyd olunur ki, biri yanlış göstərilmişdir. Deməli, valideynlər tələblər qoyur, müraciət edirlər, lakin özləri bir-birlərini eşitmirlər. Deməli, yanlış cavab A variantı. Növbəti. Belə qabiliyyət nəticəsində müəllim şagirdə verdiyi hər hansısa bir tələbin yerinə yetirilməsinə nail olur. Bu qabiliyyətlər müəllimin iradəsinin inkişafından, özünə qarşı dərin inamından asılıdır. Əgər burada kobudcasına uşağı sıxışdırmırsa, kobudcasına davranmırsa, deməli, doğru cavabımız suqestiv qabiliyyətdir. D variantı. 23 D variantı. Sonra 24. 24-də qeyd olunur ki, Emilia Montessori-Waldorf nəzəriyyələrinin oxşar cəhətlərinə uyğun deyil. Doğru cavab C variantı. 4 ay, 3 yaş, 3-6 yaş olmaqla 2 fərqli yaş qrupları olur. Doğru cavab C variantı. 25. Uyğunluğu müəyyən edin. Alt standart və məzmun xətti. Qeyd olunur ki, təlim nəticələrini reallaşdırmaq üçün müəyyənləşdirilmiş məzmunun əsas hissəsidir. Deməli, 2A variantı, təhsil səviyyələri üzrə dəyişməz qalır. 2AB, fənnin əsas istiqamətinin məzmununu müəyyənləşdirən ana xəttir. 2ABD, 1 alt standart. Uşaqlara bilik bacarıqlarına dövlət tələb edir və
Siniflər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir. 1C, 2AB, Bir doğru cavab A variantı. 26. Qeyd olunur ki, kiçik motor bacarıqlarının inkişafına xidmət göstərə bilər. Biri doğru deyil. Doğru cavabımız Y-dir. Deyir, oyun prosesində kiçik motor bacarıqlarını inkişaf etdirərkən böyüklər ünsiyyət qurmağa ehtiyac duymur. Bu yanlışdır, belə bir düşüncə yoxdur. 27. Əşyavi fəaliyyətdən əsas fəaliyyət növü kimi oyun fəaliyyətinə keçid. Avtomatik burada götürülür orta qrup, yəni 3-4 yaş, idraki, praktik fəaliyyət. 28. Real obyektlərə baxış keçirilir. Təhlil aparılır artıq. Eskiz çəkmək öyrənilir. Doğru cavab 4-5 yaş, yəni böyük qrup D variantı. 29. İdman aksalı, bufet, uşaq və tərbiyəçilər üçün mebel avadanlığı hansı dövlət standartına aiddir? Bu aiddir nəyə? Maddi, texniki bazaya D variantı. 30. Fəaliyyət mərkəzləri uşaqlarda formalaşdırır, biri yanlışdır. Bir fərdi oynamaq bacarığı. Əlbəttə ki, bu yanlışdır. Doğru cavab D variantı. 31. Deyir, fikrin müfəssəl şəkildə çatdırılması, yəni qısa şəkildə çatdırılması. Əgər biz müəllimələr cümlədə fikrin qısa şəkildə çatdırılması görürüksə, avtomatik götürəcəyik nəql etmə metodu. Deməli, doğru cavabımız 31-də Y variantı. 31-də Y variantı. 32-ci sual. Deyir, quraşdırma fəaliyyəti zamanı hansı qrupda 4-5 qəlpici kubikləri cümlədə üst-üstə qoymaq sözü görürüksə müəllimələr. Burada düşünmədən avtomatik götürəcək 2-3 yaş, yəni ikinci kiçik qrup quraşdırma. Doğru cavabımız C variantı. 33. Deyir, bu qabiliyyət malik olan müəllim öz vəziyyətini dərk eləyir, pedaqoji şəraiti nəzarət eləyir, qiymətləndirir. Yəni, köhnə biliklə yeni biliyin əlaqələndirilməsini təmin etmiş olur. Bu da əlbəttə ki, aiddir refleksiya A variantı. Uşaq digər uşaqlarla münasibətən lider olmağı cəhd edir, manipulyasiya etməyə çalışır. Deməli, bu uşaq hamı ilə dil tapa bildiyinə görə şəxsarası intellektə sahibdir. C variantı. 35-ci sualımız. Uyğunlaşdırmadır. Deməli, güşələrə aid olan bir mövzudur. Oyun vəsait materiallardan istifadə xüsusi ayrılmış bir yerdir. Bu aiddir riyaziyyat güşəsinə. Deməli, 4-də yazırıq A variantı. Sonra deyir, uşaqların konstruktiv qabiliyyəti, praktik bacarıqları formalaşmış olur. Bu əlbəttə aid ki, əməl eləməyi güşəsi 3B. D. Əşyanın formasıdır, ölçüsüdür, həcmidir, miqdarıdır, formalaşır. Deməli, bu aiddir nəyə? D variantı. 2D. Bir də ki, deyir ki, bir də ki C variantı, təsviri fəaliyyət güşəsi. Deməli, müəllimələr 1C, 2D, 3B, 4A. 35-də doğru cavabımız B variantı. 36. İnklüziv təhsil mühiti müəyyən prinsiplər üzərində qurulur. Cavablardan biri yanlışdır. Cavab C dediyi bəzi uşaqların, bəzi yox, bütün uşaqların eşidilmək kimi, danışmaq kimi hüququ var. 37. Aşağıdakı verilən səriştələrdən hansında nümunə yoxdur? Deməli, davranışı mədəniyyət haqqında məlumatlıdır. Şəxsi və sosial məsuliyyət D variantı var. Problemin həlli ilə bağlı ehtimallar sürür, problemi həll etmə. Bu da doğrudur. Sonra, bildiyi yeni informasiya eyniliyini, fərqini müəyyənləşdirir, tənqidi təfəkkür, bu da var. Sonra, müstəqil öyrənmədir. Deməli, doğru cavabımız C variantı, qərar qəbul etmək yoxdur. 38. Deyir, təlim strategiyasında məqsədində çevik dəyişiklik aparılmasına imkan verir. Diferensial təlimə şərait yaradır. Hansı qiymətləndirmədən söhbət gedə bilər? Əlbəttə ki, ilkin qiymətləndirmə, yəni burada uşaq yönümlülüyü nəzərə alındığına görə B variantı. 39-cu sualımız tələbat mövzusuna aiddir. 4-cü növ öz əllərimiz əşyalar yatma motivasiyasına aid deyil. Doğru cavab C-dir. Çünki uşaqlara oyuncağa kömək edilməsi üçün lazım olan şeylərin öyrənilməsi. Zaten öyrədilib, artıq uşaq öz əşyasını yaradır. Doğru cavab C variantı. 40. Deyir, bu dövrdə uşaqlarda egosentrik, yəni tək tərəfli düşüncə formalaşır. Öz dünyası olur. Piaget nəzəriyyəsinin hansı mərhələsinə aiddir? Əlbəttə ki, ilkin əməlli mərhələsinə aiddir. Y variantı. 41. Deyir, İlahənin anası dedi, dostunla şəhərə getmək istəyirsənmi? Amma unutma ki, bazar günü evdə olmayacaqsan deyə. Deməli, neyinir burada İlahənin anası? Diqqətini cəmləmək üçün, diqqətini toplamaq üçün idraki proses kimi diqqət. 41-də A variantı. 42. Lamiyə müəllim valideynlərlə əməkdaşlıq zamanı pedaqoji mövzular üzrə təlim keçir. Bu zaman
valideynlər uşaqlar düzgün kontakt qurmaq üçün pedaqoji tövsiyələr hazırlayır. Aşağıda verilmiş hansı fikirlər Lamiyə müəllimənin pedaqoji tövsiyələrinə daxil ola bilər? Deməli, burada doğru cavab A. Öz uşaqlarınıza təqiqli tərəfdaş kimi baxın, doğru. Uşağınıza mümkün olmayan şeyi tələb etməyin, onun hətta xırda uğruna da sevinin. A. B. Bir də C variantı. Uşağınızın uğurlarını daha çox olan uşaqlarla müqayisə edərək öyrənmə stimulunu artırın. A, B, C. Y variantı. 43. Uyğunluğu müəyyən edin. Deməli, iş forması iş üsuluna aid olan bir mövzudur. Uşaqların qarşılıqlı olaraq bir-birini dəyərləndirməsi cütlərindən iş, eyni problemin həllinə cəlb edilməsi kollektiv iş, özünə inam fərdi iş, müxtəlif problemlərin bir yerdə əldə edilməsi qruplarlı iş. Doğru cavab C variantı. 44. Valideynlərin, müəllimlərin, digər tərbiyəçilərin nəzarəti olmadığı şəraitdə verdiyi istiqamətə uyğun düşünmə, davranma uşaqların alışması prosesidir. Deməli, burada özünü tərbiyədən söhbət gedir. Doğru cavab B variantı. 45. 3-6 yaş aid olan üsulları seçin. Deməli, sujetli rollu oyun, hərəkətli sujetli rollu oyun, hərəkətli oyunlar. Bu artıq nədir? Bu artıq 3-6 yaşa aid olan deyil. Əqli hücum, nağıl etmə, problemli vəziyyət B variantı. 45-də B variantı. Sonra 46-dır. Bu məşğuldə ümumi mədəniyyətin formalaşması, şəxsi keyfiyyətin tərbiyəsi, şəxsi tərbiyənin keyfiyyəti, fəal qarşılıqlı ünsiyyəti tələb etmiş olur. Deməli, burada söhbət gedir musiqi B variantı. 47. Bu yaş dövrünün uşağın fəaliyyəti artıq məqsəd yönlü gün rejiminə ay olan bir mövzu olduğuna görə burada cavabımız 3-4 yaş orta qrup C variantı. 48. Deyir ki, tərbiyəçi təsviri fəaliyyətə rəsm aplikasiya yapma, quraşdırma haqqında uşaqlara məlumat verir. Fəaliyyətin incəliklərini uşaqlara öyrədir. Rəsm təsviri fəaliyyətə aiddir. Deməli, 48-də induksiyadır. Artıq nə edirik biz? Qaydadan nümunəyə gəldiyimizə görə götürürük induksiya. 49. Sensor mədəniyyət dedikdə biz nəzərdə tuturuq nəyi? Bütün duyğu orqanlarının məşq elətdirilməsi B variantı. 50. 50-ci sualda tələbat mövzusuna aiddir. Əgər burada artıq intonasiyadan söhbət gedirsə, nitqdən, ünsiyyətdən gedirsə, deməli burada ən doğru cavabımız ünsiyyət tələbatı B variantı. 51. İşin əsas məqsədi uşaqların bütün inkişaf sahəsində istiqamətlənməkdir. Uşaqları əsas götürürdük ki, idraki inkişaf etdiyinə görə biz burada götürürük. Doğru cavabımız Waldorf yanaşması E variantı. 52. Nitqi mənimsəyir, yada salma, yadda saxlaması olur. Deməli, bu əşyabi manipulyatивdir, yeni öyrənir, 1-2 yaşa aiddir. Doğru cavab B variantı. 53. Elkonin nəzəriyyəsidir. Deyir ki, Elkonin nəzəriyyəsinə görə uyğunlaşdırmanı müəyyən edin. Ətraf mühitə inam və inamsızlığa qarşı. Bu aiddir Elkoninin 0-1 yaş dönəminə. 1B variantı. Sonra müstəqillik hissi utancaqlığa qarşı 1-3 yaş. 2D variantı. Təşəbbüskarlıq, günahkarlıq hissinə qarşı 4-5 yaş. 3C. Əməksevərlik, bacarıqsızlığa qarşı 6-11 yaş. 4A. 1B, 2D, 3C, 4A. 53A variantı. 54. Bu prinsipə görə emosional çalarlıq, hiss etmə qabiliyyətini inkişaf edən didaktik materialların seçilməsidir. Bu da aiddir dilin, ifadəlinin qiymətləndirilməsi C variantı. İdraki praktik fəaliyyətə aiddir. Əlbəttə ki, analogiya yürüdür, təhlil eləyir, müqayisə eləyir, səbəb-nəticə əlaqəsini qurur. 55A variantı. 56. Tərbiyəçi qrup otağında səs-küy yarandığını görür, şahid olur, səs digər uşaqlar da gedirdi, dayandırır. Artıq neyini diqqəti cəmləyir. Cavab A variantı. 57. Tərbiyəçi uşaqlara qeyd edir ki, biri var idi, biri yox idi. Deməli, təxəyyülünü inkişaf elətdirir. C variantı. 58. Oyunları qruplaşdırın. Sujetli rollu oyunlar, simvolik oyunlar aiddir nəyə? Deməli, diqqətə. Çox-çox üzürlü sayın. Aha. Deməli, aiddir təxəyyülə. Deməli, 3A. Didaktik oyunlar, qaydalı oyunlar aiddir təfəkkürə. 2B və puzzle muncuqlarla oyun diqqət. 1C, 2B, 3A, 58A variantı. 59 milli münbəşəri dəyərlər. Cümlədə əgər müəllimələr biz didaktik prinsiplər görürüksə, şəxsiyyətin formalaşması görürüksə, avtomatik götürürük məktəbə ümumi təhsilin məzmunu A variantı.
Sonuncu sualımız isə deyir Leyla müəllimə Aydınla qrupdan digər qızların fiziki bullying etdiyini görür və aradan qaldırmaq üçün iclas təşkil edir. Deməli müəllim burada differensiallaşdırma, fərqləşdirməni nəzərə aldığına görə doğru cavabımız B variantı. Hər birinizə uğurlar müəllimələr.